Hazırlaması çox asan, sadə, dadlı və yumşaq, çiyələkli bir piroq hazırladım. Xəmir üçün ərzaqlar hamısı ev temperaturunda olmalıdır. 3 ədəd ağlı sarılı yumurtanın üzərinə 1 stəkan şəkər tozu, 1 paket vanil və 1 çimdik də duz əlavə edib, sadəcə çırpıcı vasitəsilə bunları 1-2 dəqiqə müddətində qarışdırırıq. Təbii ki, istəsəniz mikserlə də qarışdıra bilərsiniz. Daha sonra isə üzərinə 200 qram ev temperaturunda olan xama əlavə edirəm. Xamanı qatıqla da əvəz edə bilərsiniz. Üzərinə 150 qram əridilmiş kəriyağ əlavə etdim və 1 paket də qabartma tozu əlavə edib bunları da qarışdırıram. Onu da qeyd edim ki, əgər kəriyağınız olmazsa, margarin, paçka yağlardan da istifadə edə bilərsiniz. Bunların hamısını yaxşıca qarışdırdıqdan sonra, sonda isə 260 qram un götürürük. Bu da 200 ml stəkan ölçüsü ilə 2 stəkan un eləyir. 2 stəkan unumuzu ələkdən keçirdərək hissə-hissə əlavə edirik xəmirimizin içərisinə. Qarışdırırıq və nə çox duru olmayan, nə də çox qatı olmayan orta qatılıqda bir xəmir əldə edirik. Piroqunuzun daha da hündür çıxmasını istəyirsinizsə, onda 24 santimetrlik formanın içərisində də hazırlaya bilərsiniz. Mən 26 santimetr olan şüşə borcamın içərisində hazırladım piroqumu. Gördüyünüz kimi, baxın, xəmirin qatlığı bu cür olmalıdır. Hazırlayacağınız qabı mütləq yağlayın ki, piroqu bişərkən dibinə yapışmasın, rahatlıqla soyduqdan sonra qabın içərisindən çıxarmaq olsun. Xəmirin yarısını əlavə edirik qabımızın içərisinə və hər tərəfinə eyni bərabərdə olmaqla yayırıq. İstifadə edəcəyimiz 300 qram çiyələyi də bir hissəsini xırda-xırda doğradım. Çox suyunun çıxmaması üçün biraz da 1 çay qaşığı da üzərinə qarğıdalı nişastası əlavə edib qarışdırıb, xəmirin üzərindən əlavə edirəm. Qalan xəmiri də gördüyünüz kimi hissə-hissə çiyələklərin üzərinə əlavə edərək çiyələklərin üzərini örtürəm. Və qalan çiyələkləri də təmiz-təmiz yuyub ortadan 2 hissəyə bölürük və bir salfetin üzərində gözlədirik ki, suyu çəkilsin və beləcə əlavə edirik, hamısını düzürük piroqumuzun üzərinə. Öncədən isidilmiş 180 dərəcəli sobamızda 30-35 dəqiqə müddətində piroqumuzu bişirib hazır edirik. İçərisinin yaxşı bişib-bişməməyini mütləq bir çöp vasitəsilə yoxlamaq lazımdır. Piroq tam soyduqdan sonra zövqə görə istəsəniz üzərinə şəkər pudrası da səpə bilərsiniz. Tam soyduqdan sonra piroqumuzu dilimləyib artıq nuş edə bilərsiniz. Çox sadə, yumşaq, hazırlaması asan başa gələn, dadlı, ləzzətli bir piroq alınır. İstədiyiniz meyvə ilə bu piroqu hazırlaya bilərsiniz. Göz haqqınızı halal edin, hazırlayanlara nuş olsun. Hələlik.